Hamıya salam. Bu gün cəmi bir neçə ərzaqla hazırlanması çox asan olan və ağızda əriyən ləzzətli peçenyelər hazırlayırıq. Qaba 1 ədəd yumurta sarısı, 80 qram yumşaq kərə yağı və 100 ml duru yağ əlavə edib yaxşıca qarışdırırıq. Daha sonra 1 çimdik duz, 1 paket vanil və 100 qram, yəni 4 xörək qaşığı şəkər pudrası əlavə edib qarışdırmağa davam edirik. İndi isə 280 qram, yəni təxminən 2 stəkan un və 1 çay qaşığı qabartma tozunu ələkdən keçirərək əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Xəmiri salafana büküb əlimizlə uzunsov kvadrat forması veririk və daha yaxşı kəsilməsi üçün 30 dəqiqə buzxanada saxlayırıq. 30 dəqiqədən sonra xəmiri çıxarıb belə bir kəsici alətlə dilimləyirik və yaxud da adi bıçaqla da bunu edə bilərsiniz. Gördüyünüz kimi forması çox maraqlı alınır. Bir növ cici bəbə peçenyələrinə bənzəyir. Peçenyeləri soba listinə düzüb əvvəlcədən 180 dərəcəli isidilmiş sobada 20 dəqiqəyə bişiririk. Soyuduqdan sonra üzərinə zövqə görə şəkər pudrası da səpə bilərsiniz. Baxın necə zərif və ləzzətli görünürlər. Bu resepti mütləq yoxlayın. Videonu bəyəndisə like edib kanalıma da abunə olmağı unutmayın. Özünüzə yaxşı baxın. Hələlik.